Salam kanalımızın değerli abunəçiləri, bugün keçirilən qəbul imtahanının 4-cü qrup üzrə blok imtahanının biologiyadan D variantının suallarını izah eləyəcəm. Hansı yeraltı şəkil dəyişmələrdə təpə və yan tumurcuqları ola bilər? Bildiyimiz kimi təpə və yan tumurcuqları gövdənin üzərində olur, yarpaqların üzərində, kökün üzərində, buğum aralarında isə biz əlavə tumurcuqlara rast gələ bilərik. Deməli, buradan zoğa aid olanları, dəqiq zoğun şəkil dəyişmələrini seçəcəyik. Birinci şəkildə kökümsov gövdəni görürük. İkinci şəkildə gövdə yumrularını görürük. Üçüncü şəkildə soğanağı görürük. Və hər üçü gövdə şəkil dəyişməsi, zoğ şəkil dəyişməsi olduğu üçün onların üzərində təpə tumurcuqlarına da, yan tumurcuqlara da rast gələ bilərik. Ona görə doğru cavab burada A variantı olacaq. A variantını dairəyə alaq. Dördüncünü ona görə götürmürük ki, burada kökün şəkil dəyişməsidir. Kök yumrularıdır. Kök yumrularının üzərində isə təpə tumurcuğu və yan tumurcuq olmur. İkinci sual. Hansı müddəaları normal inkişaf edən 6 aylıq qız uşağına aid etmək olar? Yumurtalıqlarında yetişməmiş yumurta hüceyrələr olur. Çünki yumurta hüceyrələrin əmələ gəlməsi embrional dövrdə başlayır və hər bir doğulan qız uşağı hər bir yumurtalığında 400 minə qədər yetişməmiş yumurta hüceyrə ilə doğulur. Ona görə də birincini bura aid etmək olar. İkinciyə baxırıq. İnkişafının postembrional dövrü embrional dövründən uzundur. Postembrional, yəni doğumdan sonraki dövr 6 aydır. Çünki 6 aylıq qızdır. Embrional dövr isə doğru 9 ay çəkmişdir. Yəni burada gördüyümüz kimi bu qız uşağı üçün postembrional dövr hələ ki embrional dövrdən uzun yox, qısadır. Ona görə 2-ni götürmürük. Süd dişləri çıxmağa başlayır. Bəli, süd dişləri 6 aylığından çıxmağa başlayır. Ona görə 3-ü götürə bilərik. Böyük azı dişləri hələ ki çıxmayacaq, çünki o süd dişlərinə daxil deyil, yalnız bir dəfə çıxan dişlərə aid edirik onu. Götürməyəcəyik. Qarışıq sekresiya vəzlərinə malikdir. Bəli, həm mədə altı vəzi qarışıq sekresiya vəzidir, həm də yumurtalıqlar qarışıq sekresiya vəzləridir və bu qız uşağı onlara malikdir. Deməli, 5 doğrudur, 5-i götürə bilərik. Yasli dövrünü keçirir. Xeyr, 6 aylıq qız uşağı üçün hələ ki südəmməl dövrüdür. Yasli dövrü 1 yaşından sonra başlayır. 3 yaşına qədər olan dövrdür. Ona görə burada doğru cavab 1, 3, 5, doğru cavab D variantı olacaq. Üçüncü suala baxırıq. Uyğunluğu müəyyən edin. Adi şamın sarımtıl yaşıl qozası, qarğıdalının süpürgə çiçək qrupu, darının süpürgə çiçək qrupu tozlanmada iştirak edir. Adi şamın sarımtıl yaşıl qozası erkək qozadır. Orada tozcuqlar olur və tozlanmada iştirak edir. Qarğıdalının da süpürgə çiçək qrupu erkək çiçəklərdir və orada erkəkçiklər var. Erkəkçik tozluğunda tozcuqlar əmələ gəlir. Bu tozcuqlar tozlanmada iştirak edir. Darının süpürgə çiçək qrupu iki cinslidir. Həm erkəkçiyə, həm dişiciyə malikdir və orada olan erkəkçik tozluğunda yetişən tozcuqlar, əmələ gələn tozcuqlar tozlanmada iştirak edəcək. Deməli, A-nı 1-ə, yəni hər üçünə aid edə bilərik. Erkəkçik sapına malik olmaq isə erkəkçiyə malik olanlar da olar. Burada isə çılpaq toxumlular çiçəkli bitkilərə olmadığı üçün onların nə erkəkçiyi, nə də dişiciyi olmur. Deməli, erkəkçik sapına da malik deyirlər. Ona görə biz bunu qarğıdalının süpürgə çiçək qrupuna, yəni erkək çiçəklərinə, darının da iki cinsli çiçəyi olan süpürgə çiçək qrupuna, yəni 3-ə aid edə bilərik. Deməli, B-ni yazırıq 3-ə. Mayalanma prosesi getmir. Mayalanma prosesi dişi fərdin üzərində gedir. Burada adi şamın sarımtıl yaşıl qozası erkək qozadır. Qarğıdalının süpürgə çiçək qrupu da erkək çiçəkdir. Ona görə də bunlarda mayalanma prosesi getmir. Deməli, C-ni yazırıq 2-yə. Darının süpürgə çiçək qrupu iki cinsli olduğu üçün orada mayalanma prosesi gedər.
Çiçək pulçuğu və çiçək pərdəsinə taxıllar malikdir. Onlarda sadə çiçək yanlığı hesab edirik və iki çiçək pərdəsi və iki çiçək pulçuğu olduğunu deyirik. Ona görə də bunu taxıllara aid olan qarğıdalı və darıya aid çiçəklərinə aid edəcəyik. Deməli, 3-ə getdi B və D. Haploid və diploid xromosom yığımlı hüceyrələrə malikdir. Bu isə hər üçü üçün ortaqdır. Çünki bunlar hər biri diploid xromosom yığımlıdırlar və daxilində meyoz prosesi nəticəsində qametlər əmələ gəlir, hansı ki, bunlar da haploiddirlər. Deməli, 1A Y, 2C, 3BD. Doğru cavab C variantı olacaq. 4-cü sual. Cinsi çoxalmada əmələ gələn hansı canlının genotipi yalnız ana fərdin qametinin genotipi ilə eyni olar? Burada da doğru cavab B variantı olacaq. Ona görə ki, erkək bal arısı partenogenez yolla yaranır, yəni mayalanmamış yumurta hüceyrədən əmələ gəlir və yalnız ana fərdin qametinin, yəni yumurta hüceyrənin genotipinə eyni olacaq onun genotipi. Deməli, doğru cavab B variantı. 5-ci sual. Bitki toxumunun, burada lobya toxumunu görürük. Bitki toxumunun hansı hissəsi ziqotdan əmələ gəlməmişdir? Ziqot bilavasitə mayalanmadan yaranır və ziqot bilavasitə rüşeymə başlanğıc verir. Deməli, biz rüşeymə aid olan hissələri götürməyəcəyik. Rüşeym kökçüyü, rüşeym gövdəciyi, rüşeym tumurcuğu, rüşeymin ləpə yarpaqlarını burada görürük. Onları götürmürük və 5 rəqəmi ilə göstərilən hissə bu toxum qabığıdır. Ona görə biz 5-i götürə bilərik. Doğru cavab yalnız 5 A variantı olacaq. 6-cı sual. Yaşıl quş mamırının çoxalmasını əks etdirən sxemdə göstərilən bütün hüceyrələrin xromosom yığımlarının cəmi nəyə bərabərdir? Spor meyoz bölünmə nəticəsində əmələ gəlir və haploiddir, N-dir. Protenemada həmçinin spordan bilavasitə əmələ gəlir, o da haploiddir. Erkək qametofit hüceyrəsi, dişi qametofit hüceyrəsi. Qametofit deyirsə, təbii ki, onlar qamet əmələ gətirən deməkdir və haploiddirlər. Qametofit haploid olur, hər ikisi üçün N götürəcəyik və onlar qametləri əmələ gətirir, mitoz bölünmə nəticəsində spermatozoid və yumurta hüceyrəni əmələ gətirir ki, bunlar da N-dir. Mayalanma nəticəsində yaranan ziqot diploiddir, 2N-dir. Ziqot da mitoz yolla bölünərək qutucuq divarı hüceyrəsinə başlanğıc verəcək ki, bu da 2N-dir. Və biz bunları N üstəgəl, N üstəgəl, N, 2N, 2N topladıqda cəmi 10N cavabını alacağıq. Doğru cavab 6-cı sualda A variantı. 7-ci sual. 7-ci sualda deyilir, pankreatit xəstəliyi zamanı mədə-altı vəzinin xarici sekretor funksiyası pozulur. Bəli, mədə-altı vəzinin ifraz etdiyi amilazanın miqdarı azalır, artmır. Ona görə burada artır yazıldığı üçün 2-ni götürməyəcəyik. Və bu zaman bağırsaq müqtəviyyatı turş reaksiyalı olur. Ona görə ki, amilaza az ifraz olunduğuna görə karbohidratların həzmi prosesi ləngiyəcək. Nəticədə, məsələn, nişastadır, məsələn, glikogen də qalır orada və uzun müddət qaldığı üçün qıcqırma prosesi gedir. Bağırsaq müqtəviyyatı turş reaksiyalı olur. Buna görə 3-ü götürəcəyik. Burada yalnız karbohidratların həzmi pozulmaz. Yalnız sözünə görə bunu düzgün götürmürük. Çünki turş mühitdə digər maddələrin, yağların və yaxud da zülalların parçalanması da prosesi də pozulacaq. Çünki normalda nazik bağırsağın mühiti qələvi mühitdir və orada fəaliyyət göstərən fermentlər məhz bu mühitdə fəaliyyətə uyğunlaşmışdır. Boş mühitdə onlar funksiyasını yerinə yetirə bilməyəcək. Nəticədə karbohidratlarla yanaşı zülal və lipidlərin də həzmi pozulacaq. Yalnız sözünə görə 4-ü götürmürük. Karbohidrat, zülal və yağların həzmi pozulur. Bəli, bu doğru fikirdir. Əksər hallarda mədə şirəsində pepsinin miqdarı azalır. Xeyr. Mədə şirəsində pepsinin miqdarının azalması xlorid turşusunun azalması ilə əlaqədardır və bu pankreatitlə əlaqəli deyil. Deməli, doğru cavab burada 1, 3, 5. C variantı olacaq. 8-ci suala baxırıq.
Sağlam insanın qanında adrenalinin miqdarının zamandan asılı olaraq dəyişməsi qrafiki göstərilmişdir. T1, T2 intervalında nə baş verə bilər? Görürük ki, T1, T2 intervalında adrenalinin miqdarı nə edib? Üzü aşağı çəkilib, yəni azalıb. Qan təzyiqi yüksələrmi? Xeyr, qan təzyiqi o zaman yüksələr ki, adrenalinin miqdarı artmış olar. Ürəyin işi güclənərmi? Xeyr, yenə adrenalinin miqdarı artanda ürək döyüntüləri artır, ürəyin işi güclənir. Nəbz vurğularının sayı isə azalacaq, 3-ü götürəcəyik. Qlukozanın qanda miqdarı azalacaq, bəli, adrenalin artanda qlukozanın miqdarı artır, azalanda da azalacaq. Qlukozanın qanda miqdarı artar, xeyr. Deməli, burada doğru cavab 3 və 4 Y variantı olacaq 8-ci sualda. 9-cu sual. 9-cu sualda insanın orqanizmində əzələ toxumasının növləri üçün uyğunluğu müəyyən edin. Burada saya əzələnin, burada isə eninə zolaqlı skelet əzələsinin təsviri verilmişdir. İşi qeyri-iradi olan bu saya əzələlərdir. Onlar avtonom sinir sistemi ilə idarə olunur. Deməli, bura yazırıq, 1-ə yazırıq A-nı. Yığılma və boşalma qabiliyyətinə malikdir. İstənilən əzələnin xüsusiyyətidir bu, funksiyasıdır, yığılma və boşalma. Buna görə də bu hər ikisinə aiddir. 2-yə B-ni qeyd edəcəyik. Udulaq və qırtlaq əzələləri daxili orqan olmasına baxmayaraq dildir, udulaqdır, qırtlaqdır, damaqdır. Bunlar insan iradəsinə tabedir işi, somatik sinir sistemi ilə idarə olunur və eninə zolaqlı skelet əzələsindən təşkil olunmuşdur. Deməli, C-ni yazacağıq 3-ə. Bütün əzələlər mezoderma mənşəlidir. Ona görə bunu ortaq cəhət kimi 2-yə yazacağıq. İşi avtonom sinir sistemi ilə tənzimlənir. Dedik ki, bu saya əzələlərə aiddir. Çünki onlar qeyri-iradi, insan iradəsinə tabe olmadan fəaliyyət göstərirlər. Deməli, burada da doğru cavab 1A-Y, 2B-dir, 3C. A variantı olacaq 9-cu sualda. 10-cu sual. 10-cu sualda isə kükürt bakteriyaları ilə qırmızı bakteriyaları Euler Venn diaqramında müqayisə edirik. Produsent canlılar olsalar da oksigen qazı sintez etmirlər. Bu, hər ikisi üçün ortaq cəhətdir. Ona görə biri hər ikisinə yazacağıq, yəni 3-ə yazacağıq. Fəaliyyəti nəticəsində kükürt əmələ gəlir. Hər ikisinin fəaliyyəti nəticəsində kükürt əmələ gəlir. Sadəcə olaraq biri fotosintez edicidir, digəri isə xemosintez edici bakteriyadır. Amma hər ikisi kükürt əmələ gətirirlər. Çünki biri enerji mənbəyi olaraq, digəri isə hidrogen mənbəyi olaraq hidrogen sulfiddən istifadə edilir. Onun parçalanmasından isə kükürt əmələ gələr. Deməli, 2-ni də ortaq cəhət kimi hər ikisinə yazacağıq. Fotosintez edici pigmentə malik olan təbii ki, fotosintez edici bakteriya, yəni qırmızı bakteriya olacaq. Qeyri-üzvü maddələrdən üzvü maddələrin sintezi üçün kimyəvi reaksiyaların enerjisindən istifadə edən bu xemosintez edici olacaq, yəni kükürt bakteriyaları. Xlorofil sərbəst formada sitoplazmada yerləşir. Bu da fotosintez ediciyə aid olacaq, yəni qırmızı bakteriyalar. Deməli, 1-ə aid oldu 4, 2-yə aid oldu 3, 5, 3-ə aid oldu 1, 2. Doğru cavab Y variantı. 11-ci sual. Çoban yastığının bal arısı tərəfindən tozlandırılması canlılar arasında münasibətlərin hansına aiddir? Hər iki tərəf faydalanır. Çoban yastığı tozlanmasını, bal arısı isə qidalanmasını təmin edir və bu cür münasibət formasını mutualizm adlandırırıq. Doğru cavab C variantı olacaq. 12-ci sual. Şəklə əsasən ön ətrafların qurşaq hissəsinə aid olan sümükləri müəyyən edin. Göyərçinin ön ətrafları qanada çevrilmişdir və onun qurşaq hissəsi 2 ədəd kürək sümüyü, 2 ədəd döş sümüyünə birləşən qarğa sümüyü və 2 ədəd burada bir-biri ilə birləşən çəngəl sümüyünə əmələ gətirən körpücük sümüklərindən ibarətdir. Deməli, 5, 3 və 2. 2, 3, 5 Y variantında göstərilmişdir. 13-cü suala baxaq. İnsanın duyğu orqanlarının xəstəliyi deyil. Rinit burun boşluğunun xəstəliyidir.
onu götürmürük. Enterobiyoz bu helminthlərin uşaq bez quyruğunun törətdiyi xəstəlikdir. Nazik bağırsaqda. Deməli, bunu götürə bilərik. Duyğu orqanının xəstəliyi deyil. Peniarenfus həmçinin helminthozların törətdiyi xəstəlikdir. Öküz soyterinin nazik bağırsaqda törətdiyi xəstəlikdir. Sirroz qaraciyərin xəstəliyidir. Həzm sisteminə aiddir. Yəni 2, 3, 4 bura aid deyil. Biz onları götürə bilərik. Katarakt gözün, otoskleroz isə qulağın, yəni görmə orqanı və eşitmə orqanının xəstəliyidir. Buna görə də 2, 3, 4 doğru cavab B variantı olacaq 13-cü sualda. 14-cü sual. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edən coğrafi və ekoloji növ əmələ gəlməni müqayisə edirik. Divergensiya baş verir, yəni əlamətlərin ayrılması. Bu hər ikisinə aiddir. Ortaq cəhət kimi götürə bilərik. Areal dəyişmir deyirsə, bu ekolojiyaya aiddir. Çünki coğrafiyada arealın genişlənməsi və ya parçalanması baş verir. Daur qara şamın növünün yaranması, bu Sibir qara şamından arealın genişlənməsi nəticəsində baş verir, coğrafiyaya aiddir. Arı quşunun 5 növü isə ekoloji növ əmələ gəlmə nəticəsində qidalanma ilə əlaqədar yaranmışdır. Populyasiyanın gen tərkibi təbii ki, hər ikisində dəyişəcək. İnci çiçəyinin növləri isə buzlaşma nəticəsində areal parçalanmış və bunu coğrafi növ əmələ gəlməyə aid edirik. Doğru cavab birinciyə 3, 6, ikinciyə 2, 4, üçüncüyə 1, 5. Doğru cavab Y variantı olacaq. 15-ci sual. Uyğunluğu müəyyən edin. Ürək boşluğundan yalnız arterial qan keçir. Ürək boşluğundan həm venos, həm də arterial qan keçir. Ürək boşluğundan keçən qan nə venos, nə də arterialdır. Quşlarda və məməlilərdə ürək boşluğundan həm venos, həm arterial qan keçir. Solda arterial, sağda venos. A və D-ni yazacağıq 2-yə. İlbizdə, mollusklarda ürək boşluğunda yalnız arterial qan olur. Bunu da yazacağıq 1-ə. Nə venos, nə də arterial qan o canlıların qanı adlanır ki, bu canlılarda qan tənəffüs pigmentinə malik deyil, qazların daşınmasında iştirak etmir. Bura həşəratları aid edəcəyik, C-ni yazacağıq 3-ə. Balıqları isə heç birinə aid etmirik, çünki onların ürək boşluğunda yalnız venos qan olur. Burada isə elə bir variant yoxdur. 1B, 2AB, 3C. Doğru cavab D variantı. 16-cı sual. 16-cı sualda DNT molekulunda ölçüsü guaninin ölçüsünə bərabər olan azotlu əsas olmasaydı, bilirik ki, adenin və guanin eyni iri ölçülü iki siklik halqadan ibarət olan pudin əsaslarıdır və deməli guanin ölçüsünə bərabər olan azotlu əsas deyirsə, söhbət adenindən gedir. Molekulda adenin yoxdursa, deməli timin də yoxdur. O zaman bu molekulda yalnız guanin və sitozin nukleotidləri vardır. Üzünün köçürülməsi prosesi, yəni transkripsiya DNT-dən məlumat RNT-nin sintezidir. Bu zaman komplementarlıq prinsipinə əsasən guaninin qarşısında sitozin, sitozinin qarşısında guanin dayanacaq. Neçə növ azotlu əsas iştirak edər? Azotlu əsas deyilsə, yəni nukleotid demirsə, pentozalarına baxmırıq, yalnızca azotlu əsas hissələrinə baxırıq. Və burada 2 növ guanin və sitozin azotlu əsasları görürük. Deməli, 16-cı sualda doğru cavab D variantı olacaq. 17-ci sual. 17-ci sualda biz Aureliya meduzasının həyat dövriyyəsini görürük. Şəkildə bağırsaq boşluqlar tipinə aid olan canlının həyat dövrü əks olunub. Doğru mülahizəni müəyyən edin. 1 və 2 bir hüceyrədən ibarətdir. 1 spermatozoid, 2 yumurta hüceyrədir və onlar haploid xromosom dəstli hər biri bir hüceyrədir. Deməli, A variantı doğrudur. Digərlərinə də baxaq. 1, 4 və 5 diploid hüceyrələrdən təşkil olunub. 1 haploiddir, 4 diploiddir, 5 diploiddir. Burada biri də ora aid edibsə, deməli yanlışdır. 3 və 5 bilavasitə planuladan əmələ gəlir. 3 bilavasitə planuladan əmələ gəlməyib, planulaya başlanğıc verib. Ona görə də bu variant da doğru deyil.
Hermafrodit olan iki fərd çarpazlaşıb. Heç bir şeyi bilməsək də burada işarələri görürük. Buna erkək, buna isə dişi işarəsini qoyubdur. Yəni bunlar ayrı cinslidirlər, hermafrodit deyirlər. Ona görə bu da doğru deyil. Postembrional inkişafı düzünədir. Düzünə olsaydı burada planula adlanan kirpikli sürfəyə rast gəlməzdik. Həmçinin onun ikinci növ sürfələrini də buradan müşahidə eləyib, hansı ki, bilavasitə polipdən başlanğıc götürmüşdür. Deməli, dolayı inkişaf edir. Burada doğru cavab yalnız A variantı olur. 18-ci suala baxırıq. Düzgün kəsişmələri müəyyən edin. Fərdi seçmə arzu olunan əlaməti möhkəmləndirir. Bəli, fərdi seçmə bitkilərdə öz-özünə tozlanma, heyvanlarda inbreeding, hansı ki, bu saf xətlər almaq üçün arzu olunan əlamətləri möhkəmləndirmək üçün tətbiq olunur. Və bu zaman homozigot genotipli fərdlərin də sayı artır. 1-də 2 də doğrudur. Polcuq dənəsi və rüşeyin kisəsi ayrı-ayrı çiçəklərdə əmələ gəlirsə, bunlara fərdi seçmə tətbiq oluna bilməyəcək. Çünki öz-özünə tozlanma bu cür bitkilərdə getmir. Çarpaz tozlanma gedir onlarda. Və heterozigot genotipli fərdlərin sayı da kütləvi seçmədə artır, fərdi seçmədə yox. Deməli, doğru cavab 1 və 2. Doğru cavab B variantı olacaq. 19-cu suala baxırıq. Deməli, yetkin X orqanizmini müəyyən edin. Bıqcığı var, xitin örtüyü var, borulu sinir sistemi yoxdur, qanda karbon qazı yoxdur. Artıq məlumdur ki, söhbət həşəratlardan gedir, çünki qanı qazlar mübadiləsində iştirak etmir. Amma bıqcığı var, həşəratların, xitin örtüyü də var həşəratların. Deməli, buradan may böcəyi və kəpənəyi seçəcəyik. Çay xərçəngi həşərat deyil, hörümçək həşərat deyil, yengəc həşərat deyil. Doğru cavab C variantı. 20-ci sual. 20-ci sualda xəstəliklərin birincisi autosomdur və autosom dominant. Autosom dominant xəstəlikləri əzbər bilirik. Marfan sindromu və polidaktiliya bura aiddir. Autosom resesiv xəstəliklərə isə albinizmi, fenilketonuriyanı, tirozinemiyanı, talisemiyanı misal göstərə bilərik. Burada da onlardan yalnız albinizmin adı var, deməli 2-yə götürə bilərik. X xromosomu ilə ilişikli xəstəliklərə isə hemofiliyanı, daltonizmi, əzələ atrofiyasını aid edə bilərik. Yenə də burada hemofiliyanı görürük və ora aid edə bilərik. Y xromosomu ilə ilişikli əlamətlərə isə pulcuqlu dəri, bitişik barmaqlılıq misal göstərə bilərik və bunlardan da burada pulcuqlu dərinin adı var. Ona görə də doğru cavab C variantı olacaq. 21-ci sual. İnsanda hansı vəzi həm daxili, həm də xarici sekresiya funksiyasını yerinə yetirir? Bu, qarışıq sekresiya vəzisidir. Bura mədə-altı vəzini aid edə bilərik. Həmçinin cinsiyyət orqanlarının adı olsaydı, onları da cinsiyyət vəzlərini də bura aid edə bilərdik. 22-ci suala baxırıq. Burada bitkilərin adı verilir və bu sırada hər bir bitkinin çiçək düsturunda olan struktur elementlərin sayının cəminin ardıcıl dəyişməsi qrafikini müəyyən edin. Düsturda olan struktur elementləri dedikdə çiçək formullarını yadımıza salırıq. Zəncirotu aiddir mürəkkəb çiçəklilərə K0, L5, G5, D1, quş əpbəyi xaç çiçəklilərə aiddir. 4 kasa yarpaq, 4 ləçək, 6 erkəkcik və 1 dişicik. Xanım otu 5 kasa yarpaq, 5 ləçək, 5 erkəkcik və 1 dişicik badımcan çiçəklilərə aiddir. Mərci paxlallara aiddir 5 kasa yarpaq, 5 ləçək, 10 erkəkcik və 1 dişicik. Tütün yenə də aiddir badımcan çiçəklilərə və ona görə də eyni xanım otunda olduğu qədər olacaq. Quduz otu isə aiddir xaç çiçəklilərə və ona görə də quş əppəyində olduğu qədər olacaq. Deməli, azdır, artıb, artıb, sonra azalıb, sonra yenə azalıb. Ona görə burada doğru cavab B variantı olacaq. Bu şəkildə qrafik təsvir olunur. 23-cü suala çatdıq. Bəli, 23-cü sualdır. Burada xlamidoma nada yosununu görürük və bu yosun üçün doğru mülahisələri müəyyən etməliyik.
Ontogenezində həm haploid, həm də diploid xromosom dəstinə malik hüceyrələr yaranır. Özü haploiddir, mayalanma zamanı ziqot əmələ gətirə bilir ki, hansı ki o da diploiddir. Yəni hər ikisi onda olacaq. Yalnız cinsi yolla çoxalmır, həm də qeyri-cinsi yolla əlverişli şəraitdə çoxala bilir. Ziqotu mitoz yolla yox, meyoz yolla bölünərək 4 ədəd zoospor əmələ gətirir. Ziqotu meyoz yolla bölünür. Bəli, bu doğrudur. Hazır üzüm maddələrlə də qidalana bilir. Düzdür, qırmızı gözcüyü vasitəsilə həm işıqlı yeri taparaq işıqda qeyri-üzüm maddələrdən üzüm maddə hazırlaya bilir, həmçinin də hazır üzüm maddələrlə də qidalana bilir. Ona görə 1, 4, 5 cavabı doğru cavab olacaq. 1, 4, 5. 24-cü sual. DNT molekulunda azot əsaslarının əmələ gətirdiyi rabitələrin sayı 4400-dür. Hidrogen rabitələrinin sayı 2400-dür. Pentozaların əmələ gətirdiyi rabitə sayını tapmalıyıq. Maraqlı məsələdir. Azot əsaslarının əmələ gətirdiyi rabitələr deyirsə, hər bir nukleotidin azotlu əsas hissəsi var. Onun 5 karbonlu karbohidratı dezoksiribozası var və ortofosfat turşu qalığı var. Və bu azotlu əsas həm özünün pentozasına birləşən rabitə əmələ gətirir, həm də qarşı zəncirə birləşmək üçün 2 və yaxud 3 ədəd hidrogen rabitəsi əmələ gətirir. Deməli, bu 4400-ün içində bunların hamısı gedir, həm hidrogen rabitə, həm də bax göstərdiyim bu rabitə. Ancaq onların yalnız 2400-ü hidrogen rabitədir. Deməli, 2400-ün ümumi rabitələrdən 4400-dən 2400-ü, yəni hidrogen rabitələrinin sayını çıxsaq, bax bu rabitələrin sayı qalacaq. Yəni azotlu əsası özünün tərkibində, daxilində olan dezoksiribozaya, şəkərə birləşdirən, pentozaya birləşdirən rabitə sayı qalacaq. Bu da eləyir 2000. Deməli, neçə dənə azotlu əsas varsa, elə o qədər də bu rabitə var. Bax, bu göstərdiyim pentozaya birləşən kovalent rabitə var. Deməli, nukleotidlərin sayı olacaq 2000. İndi nukleotidlərin sayını tapandan sonra biz pentozaların əmələ gətirdiyi rabitələrin sayını tapa bilərik. Hər bir pentoza, bunun altında bir dənə də nukleotid çəksəm, görürük ki, hər bir pentoza özünün həm azotlu əsasına birləşir, həm ortofosfat turşu qalığına birləşir, həm də növbəti nukleotidin ortofosfat turşu qalığına birləşir. Yəni, bu şəkildə nukleotidlər arası kovalent rabitəni də əmələ gətirir. Deməli, 1, 2, 3 rabitə əmələ gətirdi. Amma zəncirin birində sonuncusu, digər qarşı zəncirdə isə bu olacaq birincisi. Yalnız 2 rabitə əmələ gətirir. Çünki baxın, 3, 5, 5, 3 uçlarına görə də baxın, bundan sonra heç bir nukleotid yerləşmir. Ona görə də 1, 2 rabitə əmələ gətirə bilir. Deməli, molekulda cəmi 2 pentoza yalnız 2 rabitə əmələ gətirə bilir. Yerdə qalan pentozalar isə 3 rabitənin əmələ gətirməsində iştirak edir. Ona görə də 2000 nukleotiddən ikisini çıxırıq. Bu ikisi yalnız hərəsi 2, 4 rabitə əmələ gətirə bilir. Yerdə qalan 1998 ədəd pentoza hər biri 3 rabitə əmələ gətirə bilir. Və biz 1998-i 3-ə vurub, üzərinə 2 vur 2-ni 4-ü gələndə 5998 rəqəmini alacağıq və bu doğru cavab olacaq. 25-ci sual. Hansı çevrilmə prosesi insanın bədənində gedə bilər? Burada exinokokun həyat dövriyyəsi göstərilib. Exinokok bilirik ki, yastı qurdlar tipinin lent şəkilli qurdlar sinfinin nümayəndəsidir və insan onun aralıq sahibidir. Yetkin fərdə biz insan orqanizmində rast gələ bilmərik. O əsas sahibi də olur və orada yumurta qoyur. Amma yumurtadan, insan yumurtalara yoluxduqdan sonra onun həzm sistemində 6 qarmaqlı sürfə çıxa bilər. Yəni 2-ni götürəcək. Və 6 qarmaqlı sürfədə müxtəlif orqanlara gedərək, xüsusən də ağciyərlərdə daha çox baş verir, finnalara çevrilir, amma müxtəlif orqanlara da gedə bilər. Yəni 3-ü də götürə bilərik. Lakin finnanın yetkin fərdə çevrilməsi isə əsas sahibin orqanizmində baş verir. İnsan isə onun əsas sahibi deyil. Deməli, doğru cavab 2, 3 olacaq.
26-cı sual, verilən canlıya aid doğru mülahizələri müəyyən edin və biz burada onurğalılara aid olan amfibilər sinfinin quyruqsuzlar dəstəsinin nümayəndəsi qurbağanı görürük. Ürək boşluğunda 2 növ yox, 3 növ qan var. Döş bizdən doğru istəyir, ona görə biri götürmürük. Döş sümüyünün gövdə skeletinə aid olmaması. Döş sümüyü var, lakin həqiqi qabırğaları olmadığına görə döş qəfəsi əmələ gətirmir və döş sümüyü ətrafların skeletinə aid olur. Yuxarı ətrafın qurşağına aiddir və bu cavab doğrudur. Bədən temperaturunun ətraf mühit temperaturundan asılı olmaması, olması olsaydı doğru olardı, çünki asılıdır, soyuqqanlı heyvanlardır. 3-ü götürmürük. Uzun borulu sümükləri postembrional dövrdə əmələ gəlir. Əvvəlcə arxa, sonra isə ön ətraflı. Və ona görə 4 doğrudur. Postembrional dövrdə hiss orqanlarının müxtəliflik sayıda azalır, çünki yan xətt orqanı olan çömçə quyruqda sonradan yetkin fərdə çevrilərkən o itir. Ona görə də hiss orqanlarının sayı azalmış olur. Ontogenezində bir növ tənəffüs orqanına yox, 3 növ tənəffüs orqanına malikdir. Həm qəlsəmə tənəffüsünə, həm dəri tənəffüsünə, həm də ağciyər tənəffüsünə rast gəlirik. Deməli, 2, 4 və 5 cavabı burada doğru cavab olacaq. 27-ci suala baxırıq. Bunu buradan təmizləyək. 27-ci sualda deyir, uyğunluğu müəyyən edin. Fotosintez edici pigmentin əmələ gəldiyi era ilk dəfə fotosintez prosesi arxeya erasında əmələ gəlib, deməli 1-ə A-nı aid edə bilərik. İlk dəfə toxumla çoxalan bitkilərin əmələ gəldiyi era ilk dəfə toxumlu bitkilər toxumlu qışı kimiləri idi və bunlar ilk çılpaq toxumlular hesab olunurdu. Devon dövründə əmələ gəlmişdi. Bu isə Paleozoy erasına aiddir. Deməli, 2-yə C uyğundur. Bitkilərdə bir toxumun əmələ gəlməsində ilk dəfə 2 sperminin iştirak etdiyi era söhbət 2 qat mayalanmadan gedir. Bu isə Mezozoy erasında təbaşir dövründə ilk örtülü toxumlu bitkilər yarananda baş vermişdir. Deməli, 3-ə də Y uyğun gəlir. 1A, 2C, 3Y cavabı doğrudur. Və situasiyamıza baxırıq. İlk hamiləliyi olan sağlam qadının şəkildə göstərilən orqanlar sisteminin ultrasəs müayinəsi zamanı həkim müəyyən etdi. Əkizlərin sayı 3-dür, bir yumurta əkizləridir. Oğlandırlar, deməli 3-ü də oğlan olacaq bir yumurta əkizi olduğu üçün və hamiləlik müddəti 5 aydır. Əkizlərin ontogenezinin hansı orqanda başladığını şəkildəki hərflərdən istifadə edərək yazın. Mayalanmadan başlayır insanın ontogenezi və mayalanma da boruda gedir. Ona görə bu da yumurta borusu burada C şəklində C hərfi ilə daha doğrusu işarə olunmuşdur. Həmin orqanı sinirləndirən simpatik sinirlərin baş və ya onurğa beyninin hansı şöbəsindən başlanğıc aldığını yazın. Çanaq boşluğunda yerləşən bu orqana simpatik sinirlər onurğa beyninin bel şöbəsindən gəlir. 29-cu sualda cavab vərəqindəki cədvəli tamamlayın. Yəni, cavab vərəqini görmədiyim üçün bu cədvəli bilməyəcəm. İzah edə bilməyəcəm. Bu əkizlərin minimum neçə blastomerin bölünməsi nəticəsində əmələ gəlmişdir? 3 eyni yumurta əkizi bilavasitə 3 blastomerdən başlanğıc götürür və 3 blastomerdə əmələ gəlməsi üçün ziqot bir dəfə uzununa bölünür və bir dəfə uzununa bölünməsi nəticəsində 2 blastomer əmələ gəlir. Həmin bu 2 blastomerin, orada sualda deyir ki, neçə blastomerin bölünməsi nəticəsində bu əkizlər əmələ gəlib. Bax, bu 2 blastomerin bölünməsi nəticəsində 4 blastomer əmələ gələcək ki, onlardan da 3-ü əkizlərə başlanğıc verəcək. Deməli, minimum 2 blastomerin bölünməsi nəticəsində bu əkizlər əmələ gələ bilər. Ona görə cavab 2 olacaq. Şəkildə B orqanının bir hüceyrəsinin xromosom müxtəlifliyi, B orqanı yumurtalıqdır və qadınlarda xromosom müxtəlifliyi haploid sayına 23-ə bərabərdir. Yazırıq bura 23. Əkizlərin birinin bir nüvəli somatik hüceyrəsinin xromosom müxtəlifliyi isə oğlanlarda, yəni heteroqamit canlılarda
somatik hüceyrədə xromosom müxtəlifliyi n+1, yəni haploid sayından bir vahid artıqdır. Yəni 24-dür. Deməli, bu nisbət olacaq 23-ün 24-də. Diqqətiniz üçün təşəkkür edirəm.